Mirzə Qurbanlı kəndidir, Sıla rayonu Mirzə Qurban kəndi. Xahiş edirəm hər bir vətəndaşımıza. Bu paylaşılsın, bizim ölkə başçımız görsün, tədbir görsün. Bax, bizim Neftçala rayonunda məmur özbaşınalığı var. Bura bizim Qosfonddur, qazılıb kolletdir. Traktor da paylaşmışam burada. Həmin o traktor sahəsi idarələrində bilinəcək. Buranın yiyəsi 7 il bundan qabaq şərriyi məhdud uzdurmuşdu. Bir qapı soğranmışdı onun üstündə. Sonra 3 ay bundan qabaq traktor şumu gedirdi burada. Şumda traktoru çıxartdım buradan. Traktor çıxardandan sonra üstündən gecəsi mənim və mənim ölülərim oradan gəlmə 48-ci ildə gələn göçəm halına gələnlərin hamısını təhqir elətdirib. Bax, bu yeri əkən oğlan. İndi də bu günləri Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim hamımızın borcumuzdur şəhidlərə, şəhid ailələrinə. Böyün də bugünkü günündə şəhid anasına zəng elətdirib, şəhid anasına deyir, oradan elətdirir ki, sən o videolar çıxad oradan, çıxadmazın, sən başına olmasın, onun qətiyyəcəm. Mən xahiş edirəm, birbaşa dövlət başçısınızdan artıq dərəcədə.